bilmirəm, vallahi, otur, buyuruz. Bilmirəm, vaxtım belədir ki, mən sizə danışsam, necə mənim günlərim olur, necə mən yatıram, işləyirəm, bəlkə də heç kəs mənə inanmaz. Amma mən xatırlayıram ki, bir ay bundan önce mən Valadarski fabrikaya gelmiştim. Onun adı vaxtında Valadarski. Orada 1800-900 kadın işləyir ümumiyyətcə. Mən də oraya gelmiştim. Bizim indiki prezidenti vəkili kimi seçkidə. Və orada həmin sualı verdilər və dedilər ki, siz yazıcısınız, gediniz işləyirsiniz, öz işinizlə məşğul, üçün bura gəlirsiniz bizə. Kiminsə siyasətlə bağlı olursunuz. Niyə lazımdır bu? Siz axı yazıcısınız, siz niyə görə gəlir? Və biz bilirik axı, kim gəlir, öz fikrini güdür, öz cibini güdür, öz mövqeyini güdür, neysə istəyir. Mən bəlkə də ikinci dəfə bunu mən eləyirəm, bunu cuma bir dəfə eləmişdim. Mən öz əlimi qaldırıb, onlara göstərdim, dedim, bax, bu əllərin fəhlə əlidir, bu yazıcı əlidir. Mən bugün deyiblər, mən 132 romanın müəllifiyim, 23 milyon nüsxəyinin dünyada çıxan kitablarım. Ona görə mən bilirəm, bu fəhləlik nə deməkdir və mən bununla çox fəxr edirəm. Amma vaxtım heç vaxt olmur, bax, köməkçim burada oturub deyə bilər ki, mənə indirdi söz, bax, burada otur yine yat biləm, bir dəqiqədən sonra uzanıb burada yata bilərəm. Yəni, ona görə ki, heç vaxt yuxum belə olur ki, gündə 3, bax, gecə dünən saat 12-də gəlmişəm, həmin bu qonaqlar olmuşam, bugün də sizin hörmətli rektorunuz deyib ki, saat 5-də Ankaranın kitabxanının müdürü sizə gələcək bugün görüşə. Mütləq onu ilə görüşürüz, inandırım sizi ki, çox maraqlı adamdır və mən onu ilə 2 ildir tanışam. Çox maraqlı şəxsiyyət, çox maraqlı adam və kitabla bağlı adamdır. Çox sağ olun, çox sağ olun. Yaşanmış bir hayat. Düşünebiliyor musunuz? 100'den fazla eser var. Biz sadece o eserleri yazsak bile kaç yılda yazarız orasını bilemiyorum. Yani kopya çeksek, sadece kopya çeksek. Şimdi bizi kırmayıp üniversitemizi şereflendiren Cengiz Abdullayev'e özellikle teşekkürlerimi arz ediyorum. Ben arzu ediyorum ki Kafkas Üniversitesi'nden mezun olan her arkadaşımız bir Cengiz Abdullayev olsun. Allah özümüze akıl vermiş, sağlık vermiş, ruh vermiş, inan vermiş. Çevremizde çok güzel dostlar vermiş, ana baba vermiş, sevgililer vermiş. Bunun yanında çok güzel bir vatan vermiş. Güzel ortamlar vermiş, Kafkas Üniversitesi'ni vermiş. Bunu da ilave edelim. Sonra zaman vermiş. Bakın hepiniz gençsiniz. Biz aşağı yukarı 40'ını geçtik değil mi? 50'ye doğru gidiyoruz. Siz daha 18'de. Daha çok zamanınız var. Zaman vermiş. İmkan vermiş. Niye sizlerden her biri Cengiz Abdullayev olmasın? Hepinize uğurlar diliyorum. Çok sağ olun. Çok sağ olun. Mənim kitablarımı oxumaq məcburiyyətində olmuyoruz. Heç olmasa evə gələndə hansısa bir kitab sizin kitabxanınızda olsa, mənim yox, hansısa o birisi kitab, əgər xoşunuza gəlirsə, əgər onu oxumaq istəyirsiniz, mən özümü çox xoşbaxt adam hesab edərəm. Çox sağ olun.